Klaviaturadan tam ədədlərdən ibarət eyni uzunluqlu A və B siyahıları daxil edilmişdir. Bunu özü girişdə verib və bunları daxil etmişəm. A siyahısının yalnız tək və müsbət elementlərinin indekslərini B siyahısının uyğun indeksli elementlərinə əlavə edərək alınmış yeni B siyahısını çapa verən proqramı Python dilində yazın. Deməli, biz A siyahısının içərisində tək və müsbət elementlərin indekslərini B siyahısının uyğun indeksi elementinə əlavə etməliyik. Onda A və B siyahılarını əlavə etmişəm. İndi yazacağım. For i in range. Bu sıfırda başlasa bunu yazmaya da bilərəm. Və A-nın ümumi uzunluğu. Əslində bunu dəqiq bilirəm. Ümumi uzunluğu yaza da bilərəm. Çünki hazır siyahı bizə verilib. Bu cür yazıram. Onsa uzunluqları da eynidir. Uzunluqları nə qədərdirsə, ora qədər davam eləsin. Və əgər A-nın i indeksi elementli bizə lazımdır tək və müsbət olsun. Əgər A-nın ininci indeksdəki element müsbətdirsə və eyni zamanda A-nın i indeksi elementi tək ədəddirsə, yəni 2-yə böldükdə əgər qalıqda 1 alınırsa, bunların hər ikisi də ödənirsə, həm müsbətdirsə, həm də təkdirsə, bu zaman nə etməliyəm? B siyahısında əvəzləmə edəcəm. B-nin i indeksi elementi əvəzlənsin. Elə özünün üzərinə həmin i-ni əlavə edim. Yəni, indeksini əlavə edim də. Əgər A-nın ininci indeksi həm təkdirsə və həm də müsbətdirsə, bu indeksi B-nin uyğun indeksi elementinin üzərinə əlavə edim və print B. Deməli, alınmış yeni B siyahısı çıxışa getsin. Və bunu tətbiq edirəm və çıxışda olan siyahını alıram. 6, 8, 2, 7, -7, 10, 8, 5 və -1.